və istəyirsiniz həqiqətən haqq tərəfdarı olasınız, istəyirsiniz haqqın ardıcan gedəsiniz, istəyirsiniz haqq tanıyasınız, istəyirsiniz düz yolda olasınız, onda nədir? Gəlin bizim qapımıza. Sonra da neynəməyin? Bəhanə eləməyin. Sonra da deməyin, bilmədik, tapmadıq, görmədik, tanımadıq. Xeyr. Amma olar ki, deyirlər, bilmirik, tanımırıq. Məsələn, biz üçün məchuldur. Əksəriyyəti nədir? Əksəriyyəti bu sözlərində yalancıdırlar. Çünki insan şuuru elə zəif deyil ki, haqqla batılı bir-birindən ayıra bilməsin. İnsan şuuru o qədər zəif deyil ki, əlini mavi ilə qarışdırsın. Allah insana şuur dərrakə verib, fəlhəməhə fucurəhə və təqvaha. Yaxşıları da, pisləri də hamısını Allah insana ilham eləyib. Fəqət xabə mən dəssaha. Kim pis yola getdi, əyri tərəfə getdi, o məhv oldu. Sən bəhanə eləməklə. Yaxşı, bəhanə eləyəcəksən, özün də bilirsən, bəhanə eləyirsən. İnnəl insan əla nəfsihi bəsirə və la vəlqa məazirə. İnsan özünü yaxşı tanıyır, baxmayaraq ki, nədir? Özü üçün üzürlər gətirir, üzürlər düzəltmək istəyir.